Məndən akademi bağımda intervyu götürdülər. Dedi, ASTV bir kanalını istifadə edibdi. Məni yalladılar ki, dedilər ASTV 1-əm. Azərbaycanda növbəti Gül bayramı keçiriləcək. İqtisadçıların hesablamasına görə bu bayrama hər il bir gündə 12 milyondan çox dövlət vəsaiti xərclənir. Sizin bu vəsaitin xərclənməsinə münasibətiniz necədir? Bunu necə qiymətləndirirsiniz? Mən bunu qəşəng qiymətləndirirəm. Bu Gül bayramı bizim cənab prezident yaxşı deyibdir, bunu iştirak edin, belə Gül bayramı. Hər yerdə də bunda şey eləmək, hamı eləməlidir. Bunu keçirməlidir. Bu qəşəng şeydir. Mən də həvəslənirəm ona görə. Mən onu özüm də evdə keçirdirəm. Hansı formada keçirdirirsiniz məsələn? Belə ailəmizi yığırıq, güllər alırıq, sonrasına qoyuruq. Allah verəndən pişiririk, yeyirik, təbrik də eləyirik bu bayramı. Kanalının. Mən də inandım onlara. Mən də elə kompüterdə baxdım, gördüm özümü. Nə qədər millət baxıb buna. Mən onlardan şikayət edəcəm. Bu nə deməkdir? Mən onların başını oynataram. Prosta mən qarışmıram belə şeylərə. Amma indi mən qarşıdam. Görürüm nə qədər əhali baxıbdır. Azərbaycan milləti baxıbdır buna. Elə deyil. Mən onlardan şikayət edəcəm, əməlli başdır. Mən bunu, mənim adım sahibdir, mən deyirəm bunu. Mən onlardan şikayət ərizəsi yazacaq, şikayət edəcəm. Hara lazımdır, orada eləyəcəm. Qutardı getdi, mənim sözüm budur. Günlərə layiq olan formada bu bayramı keçirdə bilirmi? Yəni, onun ruhu şad olurmu bu bayram?